Xadit və iti sözlərin arasında fərqini tələbələrin 90%-i düzgün başa düşmür. Deməli, kimsə deyir ki, biri piyadadır, biri maşınladır. Xeyr, hər ikisi piyadadır. Kimsə deyir ki, tərzdə fərq var. Hansısa davam edici, hansısa bitmiş tərzdədir, yəni nesəvəşən və səvəşən bitlərdədir. Xeyr, hər ikisi davam edici, bitməmiş dediyimiz və yaxud nesəvəşənli, necə bilirsinizsə onu, eyni tərzdədirlər. Bəs bunların arasında onda fərq nə oldu? Ya xaju və ya idu nə deməkdir? Çox diqqətlə qulaq asın, çünki bu fərqini siz düzgün danışmaq üçün başa düşməlisiniz. Hər ikisi piyadadır, hər ikisi davam edici tərzdədir. Lakin ya idu, misal üçün в школу deyiriksə və yaxud ya idu na работу deyiriksə, bu demək ki, mən bu dəqiqə yoldayam və işə gedirəm və yaxud məktəbə gedirəm. Söhbət indiki zamandan gedir ki, mən indi gedirəm məktəbə, mən indi gedirəm işə. Lakin ya хожу в школу və ya хожу на работу dediyimiz zaman, o da Azərbaycanca mən gedirəm kimi tərcümə olunur, lakin söhbət bu dəqiqədən getmir. Ümumiyyətcə, misal üçün, я хожу в школу 5 дней в неделю. 5 gün, həftənin 5 günü mən məktəbə gedirəm. Я хожу на работу по утрам. Səhərlər gedirəm işə. Bəlkə indi axşamdır. Mən sizə sadəcə məlumat verirəm ki, mən işə gedirəm səhərlər. Amma bu dəqiqə mən otururam evdə, çayımı içirəm və sizinlə söhbət eləyirəm. Fərq budur. Profilə keçin və testlər vasitəsilə özünüzü yoxlayın.